Bismillahirrahmanirrahim. İnnel hamdelellahi nahmeduhu ve nestainuhu ve nestağfiruh. Ve na'udzu billahi min şururi enfusina ve min seyyiati a'malina. Men yehdihillahu fela mudille leh ve men yudlil fela hadiye leh. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike leh. Ve eşhedü enne Muhammeden abduhu ve resulü. Allahumme salli ve sellim ala abdike ve rasulike Muhammed ibn Abdillah ve ala alihi ve ashabihi ila yevmiddin. Allahümme enfa'na bima allamtana ve allimna ma yenfa'una ve zidna ilmen ve amelen. Rabbi zidna ilmen. Değerli kardeşler, değerli Müslümanlar, bugün de Allah'ın izniyle Şerhu Lum'atul İ'tikad El-Hadi ila Sebilir Raşad İbn Qudame'nin kitabında olan derslerimize başlayırıq. Geçen dəfə qalmışdıq ki, Allah Subhanahu ve Teala Mulk suresinin 16. ayesinde demiştir ki, Yekulu İbn Qudame, "E'amintum men fis-sema." Mulk suresi 16. ayede dedi. Ayenin tamamı belədir ki, Euzubillahimineşşeytanirracim. Ve kavluhu Teala, bunu artık Şeyh Fawzan şerhinde bildirir ki, "E'amintum men fis-semai en yakhsife bikumul arda fe iza hiye temur." Em amintum men fis-semai en yursile aleykum hasiba fesete'lemune keyfe nezir diye Allah Subhanahu ve Teala bize Mulk suresinin 16 ve 17. ayelerde buyurdu ki, burada Allah Subhanahu ve Teala özünün zatının vəsfini bize bildirmesi ki, Allah Subhanahu ve Teala zat olarak harda yer alır ve harda özünü müəyyən bir yere nispet edir Allah Teala. Der ki burada, yani burada vecihu şahid, bize bu mövzuda lazım olan yeri budur ki, "E'amintum men fis-sema." Demek burada Allah Teala buyuruyor ki, göyde olanın size yere batırmayacağına eminsiniz mi? O zaman yer harekete gelip titreyecektir. Ya da ki, hoca 17. ayda, ya da ki göyde olanın üstünüze daşlar yağdırmayacağına eminsiniz mi? Siz benim haberdarlığımın nece neticeler verdiğini bileceksiniz diye Allah Subhanahu ve Teala burada buyurdu. Ayette buyurdu. Dediğimiz gibi Allah Subhanahu ve Teala özünün, yani dedi ki göyde olan özünü, Allah Subhanahu ve Teala özünü fis-sema, men fis-sema, göyde olanın diye Allah Subhanahu ve Teala özünü göyde zaten olduğunu nispet etti, bildirdi. Yekulu Şeyh Fawzan hafizahullah bu ayenin şerhinde, tefsirinde der ki, Es-sema'u, semaya geldikte ise el-muradu biha el-ulu. Sema deyildikte burada, yani burada Allah Teala der ki, "E'amintum men fis-sema." Semada olan, yani ucada olanın sizi veyahut yani ayenin tamamı sizi yere batırmayacağından eminsiniz diye Allah Subhanahu Teala bize burada sual verir. Ve burada der ki Şeyh Fawzan der ki, es-sema dedik burada murad odur ki el-ulu, ucalık qəsd olunur. Femen fis-sema ey fil-ulu, yani kim orada qəsd olunur? Men fis-sema deyildikdə, yani o ucada olan qəsd olunur. Ve tekunu fi, buradaki fi fis-semadaki fi'nin manası odur ki, yani bir mana, onların manasının biri ki ala, üzerinde olan manası biri. Fis-sema yani fil-ulu. Fis-sema dedi ki bu da mana, yani uca olan, ulu, ülvide olan qəsd olunur. Ala zahiriha, yani bunun zahirine baktıkta bu mana bize, bu mana özünü dolğun olaraktan əks elətdirir. Amma idə uridə bis-sema, es-sema mebniyə, eğer buradaki Allah Teala'nın bu ayedeki men fis-sema deyildi ki, bizim bildiğimiz təbəqələrdən ibarət olan bina olunmuş göy təbəqəsi sema qəsd olunsa, əlləti hiyə səb'a tibaq, o ise yani bildiğimiz kimi göy 7 təbəqədən ibarətdir. Fətekunu fis-sema, eğer bu mənayla yaxınlaşsaq bu mənaya, yani fis-semani biz dedik birinci olaraktan fis-sema, yani aləs-sema. Fi burada bir mana aladır. Eğer biz burada desek ki es-semadaki mana hansı ki o 7 təbəqədən ibarət semadır, bunun manası ne olacak? Yani aləs-sema. Aləs-sema. Birinci mana oldu ki
ülvi, ucalıq qəsd olunur. İkinci məna isə aləs-səma, yəni fis-səma, yəni məbni 7 təbəqədən ibarət olan təbəqə qəsd olunduqda isə burada məna aləs-səma, yəni göyün üzərindədir. Liənnə fi tə'ti bi mə'nə alə. Çünki bəzən deyilir ki, fi bəzi hallarda alə, yəni üzərində olaraqdan mənası vurğulanır. Misli qavlihi, buradakı Allah Taala'nın Ən-Nəhl surəsinin 36-cı ayəsində bildirilməsi ki, fəsiru fil ard. Fəsiru fil ard. Yəni aləl ard. Yer üzərində gəzin. Və alə başqa ayədə Allah Taala buyurdu ki, Taha surəsinin 71-ci ayəsində وَلَأُصَلِّبَنَّكُمْ فِي جُزُوعِ النَّخْلِ وَلَأُصَلِّبَنَّكُمْ فِي جُزُوعِ النَّخْلِ deyə burada Allah Taala'nın deməsi ki, yəni burada mənası sizləri Allah Taala o Firavuna qissəsində bunu buyurur. Allah Subhanahu Taala deyir ki, xurma ağaclarının gövdələrinin üzərində çarmıxa çəkəcəyəm deyərək burada buyurulur. Yəni fi cuzu'un nəxli, fi buradakı fi'nin mənası yəni üzərində, yəni xurma ağacların gövdəsinin üzərində sizləri çarmıxa çəkəcəyəm deyir. Yəni alə cuzu'in nəxli. Fəidə uridə bis-səma mucarradul uluv, amma ki səmanın mücərrəd, yəni belə deyək ki, yalnız ucalıq qəsd olunursa, fəinnə fi alə zahirihə zarfiyyə. Bu zaman fi, buradakı fi məna zərfi mənasını, yəni fil zərfi, yəni məkan mənası, yəni ucalıq, ülvü qəsd olunur. Və in uridə bis-səmai məbniyyə fəyəkunu mənə qavlu fis-səma, yəni aləs-səma. Amma ki, əvvəl dediyimiz kimi, buradakı səmadakı məna, yəni 7 təbəqədən ibarət olan səma qəsd olunursa, bina olunmuş səma qəsd olunursa, bu isə burada, yəni buradakı fi aləs-səma olaraqdan qəsəni göyün üzərində. Və leysə yəni fis-səma, buradakı heç də deyil fis-səma sözündəki məna budur ki, ennəllah daxilun fis-səmavat, liənnə səmavat məxluqatun və Allahu cəllə və alə la yəhillu fi şeyin min məxluqatihi, leysə fi zəti şeyun min məxluqatihi və la fi məxluqatihi şeyun min zəti, bəl huvə bəinun min xalqihi subhanahu və teala. Yaxşı, biz desək ki, Allah Taala göydədir və yaxud ki, göydədir mənası, o məna deyil ki, Allah Subhanahu və Teala daxilun fis-səmavət. Allah Taala səmaların daxilindədir. Səmalar onu əhatə edir. Ləyənə səma, çünki göylər Allah Subhanahu yaratdığı məxluqatlardan bir məxluqatdır. Cəllə və alə. La yəhillu şeyun min məxluqati. Çünki Allah Subhanahu Taala və yaxud da ki, məxluqat Allah Subhanahu Taala'da həll olunmur. Nə Allah Subhanahu Taala məxluqatın içərisinə, nə də ki məxluqat Allah Subhanahu Taala'da həll olunmur. Yəni ona qarışmır, bir yerdə olmur. Yəni ona qarışıb eyni həll olunmur onunla. Və la fi məxluqati şey'un min zati. Və həmçində nə məxluqatı Allah Subhanahu Taala'ya, nə də Allah Subhanahu Taala məxluqatına həll olunmur. Yəni ona qarışmır, yəni onun içində əhatə olunmur. Çünki Allah Subhanahu Taala bə'in min xalqi. Allah Subhanahu Taala məxluqatdan bə'indir, yəni ayrıdır, onlardan fərqlidir. Onlardan ayrıdır mənasına gəlir. Hədə fihi radun aləl cəhmiyyətil vəl mu'attilələrə yəqulun. Bu ayədə həm mu'attilələrə və həm də cəhmiyyələrə bir rədd vardır ki, o da budur ki, İnnallaha la yusafu bi ennehu fil ulu və la daxilul aləm. Çünki onlar deyirlər ki, yəni cəhmiyələr və mu'attilələr, İnnallaha la yusafu bi ennehu fil ulu. Heç bir zaman Allah Subhanahu Taala və la daxilul aləm və la xaricul aləm və hada mə'nahu el-adam. Onlar deyirlər ki, Allah Subhanahu Taala nə ucalıqda olması, nə daxilil aləmdə, nə xaricil aləmdə olması ilə Allah Subhanahu Taala vəsifləndirilməz. Onların bu vəsfi, çünki deyirik ki, Allah Taala nə ucadadır, nə aləmin daxilindədir, nə də xaricil aləmdə, yəni aləmdən xaricdədir. Yəni bunun mənası odur ki, və hədə mə'nəhul ədəm, bu olmayan bir şeydir. Əl-ədəm, yəni yoxdur, belə bir şey yoxdur. Nə ucadır, nə
daxildədir, nə də xaricdədir. Yəni bir mənada, yəni sən ona heç bir yer, heç bir məkan və yaxud da ki, ona bir məkan, bir qavram onu vermirsən. Hər bir şeydən onu yox edirsən. Bu da mənası bunun yox mənasına gəlir. Li'annəl-ləzi leysə daxiləl-aləm və la xaricəl-aləm və hada mə'nahu ennehu ma'dumun. Teala Allah amma yequlun. Allah Subhanahu taala olan dedikləri əlbəttə ki, münezzəhdir, ucadır. Yəni bir şey ki, nə aləmin xaricindədir, nə aləmin daxilindədir, nə xaricindədir. Yəni bunun da mənası odur ki, ennehu ma'dumun, yoxdur elə bir şey. Və kədəlik fil ayəti raddun aləl hululiyyə. Bu ayədə həmçinin hululilərə rədd vardır. Hululilər dedik ki, yəni deyirlər ki, Allah Subhanahu taala bizim bu dünyada, aləmdə hər bir şeylə həll olunmuşdur. Hər bir şeyin içində Allah Subhanahu taala vardır. Aydın həll olunmağı bildiniz də, məsəl üçün belə mi deyək, bir stəkan su götürün, qaynarın, üstünə pesok dökün, onu qarışdırdıqda həmən pesok o suda həll olunduğu kimi deyirlər ki, Allah Subhanahu taala bu dünyada, bu aləmdə hər bir şey için həll olunub. Bu aləmdə həll olunub, bu alənin içərisindədir. Deyək, əlləzîne yez'umun ennallah hanu fi kulli şey. Teala amma yequlun. Deyirlər ki, Allah Subhanahu taala bu aləmdə hər bir şeyə həll olub, onun daxilindədir, onunla birləşib və s. bu kimi iddialar irəli sürürlər. Bundan sonra yəqulu İbn Qudamə el-Məqdisi rahimehullah və qavlu en-Nəbiyyi sallallahu aleyhi və səlləm Rabbənallahu-ləzi fis-səmai təqəddəsə ismuk. Bu duanın tamam belədir ki, inşallah bax, bu keçək bu da yine Şeyx Fovzan deyir ki, aşağıda kəmə ennallaha vəsəfə nəfs bi enne fis-səmə, necə ki Allah Subhanahu taala özünün səmada olduğunu, səmanın üzərində olduğunu və ya ki ucalıqda olduğunu vəsf etmişdir. Kəzəlikə Nəbi sallallahu əleyhi və səlləm bi enne rabbehu bi ennehu fis-səmə. Və həmçində Peyğəmbər sallallahu əleyhi və səlləm də Allah Subhanahu taalanın da ucada olduğunu bildirib vəsf etmişdir. Fəqala fi hadisi ruqiyyətil ma'rufa bidir. Yəni məruf olan bir ruqiyyədir keçən hədisdə deyilir ki Rabbənallahu-ləzi fis-səmə təqəddəsə ismuk əmruke fis-səmai vəl-ard kəmə rəhmətuke fis-səmə fəc'al rəhmətəkə fil-ard iğfir lənə hubənə və xatayanə əntə rabbut-tayyibin ənzil rəhmətən min rəhmətik və şifəən min şifəik alə hədəl vəc'u fəyəbra. Bu qissə, bu hədis əxrəcəhu Əbu Davud min hadisi Əbi Darda. Əbi Dardanın Əbu Davudun Əbi Dardadan gətirdiğin hədisdə deməli bir kimsə gəlir ki, bura deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləmə və yaxud da Peyğəmbər sallallahu əleyhi və səlləm onu deyir ki, səndə ya da ki, müsəlman qardaşına bir ağrı olarsa, bu dua ilə ona ruqiyyə edə bilərsən. Mənası odur ki, ey göydəki Rəbbimiz, sənin ismin və zatın nöqsan sifətlərdən münezzəhdir. Rəhmətin göydə hər tərəfə şamil olduğu kimi, əmrin də həm göydə, həm də yerdə hakimdir. Rəhmətini yerə indir, bizim böyük günahlarımızı və xətalarımızı bağışla. Sən təmiz kimsələrin Rəbbisən. Bu ağrıya rəhmətindən bir rəhmət, şəfandan da bir şəfa indir. Allahın izni ilə ağrıdan qurtula deyə bir hədis var. Lakin bu hadisə baxa, bu hədis barəsində yəni söz-söhbət gedir. Yəni bu hədisin isnadı barəsində bu hədisin zəif olduğunu bildirirlər. Bu hədisin zəif olduğunu bilirlər. Baxın Şeyx Fovzan bu barədə nədir ki? Der ki, əşəhidu minhu qavluhu əlləzi fis-səmə. Yəni bu hədisdə çıxan bizə vəchu şahid odur ki, əlləzi fis-səmə, göydə olan, vəsəfə rabbu bi ennehu fis-səmə. Burada Peyğəmbər sallallahu aleyhi və səlləm Rəbbinin göydə olduğunu vəsf etdi. Yəqul və hədəl hədisu və inkənə fihi də'f. Bildiyimiz ki, bu hədisdə zəif olduğu, yəni zəif olsa belə, lakinnəl ayətəlləti qabləhə, yəni bundan əvvəlki Mulk surəsində keçdiyimiz, oxuduğumuz ayə əmintum mən fis-səmə, əlləzi fis-səmə və həmçinin ayədə əmintum mən fis-səmə,
Belə baxda mənaları eynidir. Hədis zəifdir. Belə bir mənada gəlir hədis. Və ayə var. Ayə şübhəsiz ki, qəti dəlillərdəndir ki, تؤيده والمصنف وغيره قد يذكرون أحاديث ضعيفة في باب العقائد لكنها تدخل تحت أدلة صحيحة تؤيد معناها. Belə bir düşüncə gələ bilər ki, nə üçün etiqadi məsələlərdə zəif hədislər gətirirsiniz? Onun mənası odur ki, daima belə olur. Daima bu alimlər əgər həmənki məsələ ətrafında müəyyən bir hədis gətirirsə, bu hədis zəifdirsə, o ya ondan öncə, ya ondan sonra o mənanı gücləndirən ya hədis, ya başqa bir ayə gətirir. Bu həmən ki, bu bizə əlimizdə olan bu zəif hədisdəki məna əlləzi fissəmə, yəni göydə olan Rəbbimiz, həmçə ayədə keçdiyimizdir ki, ayədə mən fissəmə, əmintum mən fissəmə, göydə olanın, yəni baxdaq ki, bu hədisin mənasını ayə gücləndirir. Yəni bu da özü zat olaraqdan yox, onun mənası olaraqdan, yəni hədisin mənasını, yəni ayəyə nisbətən, ayə ətrafında dönən mənaya nisbətən, bu hədisdəki məna da eyni olduğuna görə, onun ayədə olan məna, hədisdə olan mənanı gücləndirir. Fəhiyyə min bəbil i'tidad və min bəbil istinəsu bihə. Lə min bəbil i'timədə aleyhə kulliyən. Burada belə bir məna vardır ki, belə bir qayda var ki, yəni bu gətirdiyimiz bu zəif hədislər ayələrlə qarşılaşdığın mənaları eyni olursa, bu nə olur? Bu nə olur? Yəni bu istidlər, zəif hədislər, etiqadda istidlər olur ki, fəhiyyə min bəbil i'tidad, yəni isti'anu bihi və təqavva, yəni özü özlüyündə bu zəif hədis istidlal olunmaz. Lakin bu başqa bir ayə və başqa bir hədislə təqavva olursa, yəni gücləndirirsə, bu ayədə, yəni bu hədis zəif olsa belə, yəni başqasından bir mənada yardım, başqasının yardımı ilə, başqa ayənin yardımı ilə, yəni məna səhih sayılır. Yəni bu, yəni özü-özlüyündə mücərrəd, yəni sırf özü, yalnız özü, yəni belə zəif hədis etimad olunmur. Ya lakin o başqa ayə və ya başqa səhih hədislə yüəyyəd, yəni gücləndirilər. Sonra yəqul İbn Qudamə deyir ki, və qalə lil cariyə əynəllah qalət fissəmə qalə ə'tiqhə fə innəhə mu'minə. Ravahu Malik ibn Ənəs və Muslim və qayruhumə minəl əimmə. Yəni bu hədisi Malik bin Ənəs və Muslim və başqa alimlər bu hədisi rivayet etmişdir. Hədis budur ki, və qalə lil cariyə, cariyə deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm, əynəllah, Allah haradadır? Cariyə də deyir ki, fissəmə, göydədir. Və yaxud da ki, ucadır. Və yaxud da ki, göyün üzərindədir. Əvvəlki mənaları dəymişdik. Qalə ə'tiqhə fə innəhə mu'minə. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də ona deyir ki, onu azad et. Yəni Muaviyə deyir ki, onu azad et, çünki o mömindir. Baxaq hədisin ləfsi nədir? Hədisin tamamı necədir? Yəqulu Şeyx Fawzan, hədəl hədisi fis sahih. Bu hədis səhih kitablarda, yəni Səhih Müslimdə gəlmişdir. Və huvə ənə Muaviyə ibn el-Hakəm əs-Sülemi, Muaviyə ibn el-Hakəm əs-Sülemi kânət ləhu cariyyətun fəğədibə aleyhə. Demirəm, Muaviyə ibn el-Hakəmin bir xadiməsi olur. O ona, deyək ki, cariyəsi olur. Ona qəzəblənir. Onun üzünə şillə vurur. Sonra bundan thumma nədimə radiyallahu anhu. Sonra bundan peşman olur. Və cəə ilən nəbiyyi sallallahu aleyhi və səlləm yəsəluhu an i'tiqa. Sonra Peyğəmbərimizə sallallahu aleyhi və səlləm yana gəlir. Yəni ondan soruşur ki, an i'taqihə, yəni onu azad etməsi barəsində Peyğəmbərdən məsləhət almaq istəyir, soruşur ki, necə edim? Li'ənəhu əradə ən ya'tiqhə kəffarətən əmmə sadr anhə. Yəni onu özündən sadir olmuş
bu hərəkətinə görə onu, yəni özündə onu azad etmək istəyir qərarına görə. Fəqalə ləhə Nəbi sallallahu Peyğəmbər sallallahu aleyhi və səlləm yəni Muaviyyət ibn Həkəm gəldikdə yanında carəsini gətirir. Peyğəmbər sallallahu aleyhi və səlləm onun carəsini deyir ki, Əynəllah, soruşur ki, Allah hardadır? Qalət fissəmə, o göydədir, göy üzərindədir. Qalə mən ənə, deyir ki, mən kiməm? Qalət əntə Rasulallah, sən Rasulullah, sən Allahın Rasulusan. Qalə ə'tiqə fə inə müminə, onu deyir, azad et, o artıq mümin bir qadındır. Şəhidə ləhə Rasulullah sallallahu aleyhi və səlləm bil imən ləmmə qalət innəllah fissəmə. Və Peyğəmbər sallallahu aleyhi və səlləm ondan soruşduqda və sualına Allah göydədir sualını verdikdə Peyğəmbər sallallahu aleyhi və səlləm onun imanına şahid edir. Və ənə Muhammedən Rasulü və həmçinin Muhammed sallallahu aleyhi və səlləm Allahın Rasulü olduğuna şahid etdikdən və Allahın da göydə olduğuna iman gətirdikdən sonra, bildikdən sonra Peyğəmbər sallallahu aleyhi və səlləm əmr edir ki, onu artıq azad edə biləsən. Fəhuvə əqarrəhə alə dəlik və o bunu iqrar etdi. Və vəsə bil imən ləmmə vəsəfət Rabbəhə biənnəhu fissəmə və o imanla öz Rəbbinin səmada, göydə olduğunu, ucada olduğunu vəsf etdi. Fəhədə misli mə cəə fil əyə, yəni bunun misalı əvvəlki ayın Mülk surəsində keçən ayda mə əmintü mən fissəmə, yəni göydə olan Rəbbinizin vəsfi ilə, yəni o məna ilə eynidir. Və fil hadithi cəvaz sualə anilləh biəyn. Və bu hədisdə bizə Allah barəsində hardadır sualının icazəli olması bildirilir. Biən yuqal, deyilər ki, əynəllah sual olaraq Allah hardadır? Və hədə əşəddü mə yekun aləl muəttilə. Və bu sual da muəttilələrə qarşı çox belə ağrılı, acılı bir sualdır. Onlara əziyyət verən bir sualdır. İndəhum lə yuqal. Onlarda deyilməz ki, əynəllah əbədən. Yəni, heç bir zaman onlar barəsində soruşulmaz ki, yəni onlarda belə bir qavram, belə bir düşüncə yoxdur ki, Allah subhanahu wa ta'ala hardadır sualı onlarda var özüdür. Liənnəllaha indəhum leysə fil cihə. Çünki onlara görə Allah subhanahu wa ta'ala müəyyən bir cihətdə deyildir. Vəlləzi leysə fil cihə lə yuqal əynəhu. Əgər bir şey ki, bir cihətdə deyil, onun üçün hardadır, deyilməz. Sonra fəhədəl hədisu yət'anu fi ə'yunihim. Və bu hədisdir ki, onların həqiqətən onların gözlərinə batan bir iynədən daha pisdir. Və hum əşəddu hədisə aleyhim. Onlara əziyyət verən, yəni qavramasını götürməsinə qabulunu zorlayan hədislərdən birisidir. Və minhum mən yəqulu. Yəni onlardan bəziləri deyilir ki, yəni, bu hədis artıq var. Bu hədis artıq deyilmişdir. Yaxşı, biz bunu mənasını necə fırlayaq, necə yozaq, necə edək ki, bu, hətta deyək ki, bu müəttilər öz əqidələrində bu hədisi başa düşsünlər. Deyirlər ki, və yəqulun əynə, mən yəqul əynə, mə'nəhu kim hardadır, yəni əynə hardadır deyilsə, o mənasıdır ki, mən, mə'nəhə mən, buradakı əynənin mənası, yəni hardadır sözün mənası kimdir? Mənası olaraqdan deyirlər. Fəmə'nə qavluhu, yəni burada bunun mənası nə olur? Əynəllah deyilir ki, mənası odur ki, mənilləh, aydın, əynəl Allah təala hardadır? Yəni, buradakı hardakı sözün mənası, yəni mən, yəni kimdir mənasıyla dəyişirlər. Yəni deyilsə ki, əynəllah, yəni mənilləh, yəni Allah təala kimdir? Subhanəh deyərəkdən belə təvil verirlər. Həl varədə fil lüğətil ərəb əv fil lüğətil əcəm ənə eyni bimə'nə mən. Sual verir ki, burada Şeyx Fovzan, yəni ərəb dilində və yaxud da ki, başqa ərəb dilindən başqa dillərdə, hətta öz dilimizdə hardadır sözü heç kimdir mənasıyla mənalandırılır, yəni vəsf olunur, belə ki, yəni deyəsən kimsə hardadır, yəni mənası kimdir mənası. Belə bir deyir ki, nə ərəb dilində, nə də başqa bir dillərdə belə bir şey yoxdur. Lakin həulə kəzəbə lə yətəhəşəvnəl kəzib. Yəni onlar deyir ki, yalancılardır, heç vaxt deyir, yalanlarından deyir, əl çəkməzlər, qorxmazlar. Fəl hədisun sarihun misl əyə. Bu hədis, axırıncı oxuduğumuz Əbu Davudda keçən hədis,
Əffən, Müslimdə keçən hədis ayə kimi səhih və qüvvəsini qorumaqdadır. Əldə bildiyiniz bu hədis səhih hədisdir. Ravahu Müslim və ayə də məlumdur. Fədəllə alə ennəl-ləzi yechhadu ennəllah fis-səma leysə bimu'minin. Və bu hədis və bu ayə bizə bildirdi ki, kim Allah Subhanahu və Teala'nın göydə olmasına, yəni ucada olmasına, aləs-səma, yəni fil-ulu olmasını inkar edərsə, bu artıq mümin sayılmaz. Və ennəl-ləzi yechhadu uluvallahi leysə bimu'minin. Və kim Allah Subhanahu və Teala'nın ucada olmasına, ulu olmasına inkar edərsə, nəs'əlullahil-afiyə, yəni onun üçün və yaxud da ki, hər bir kimsə üçün Allah Subhanahu Teala afiyet istər. Çünki o artıq məlum olan bir şeyi inkar etmiş sayılar. Allah Subhanahu Teala bizləri eşli faydalardan etsin. Və sallallahu ala nebiyyina Muhammed və ala alihi və sahbihi və səlləm.